Gürcüstanda, Tiflis'te dağın başında bir knyaz üçün bir ev tikdirib hələ belə evi olan adam yoxdur kardeşim. Bunu gedib yoxlayıb gələndən sonra deyirlər ki bu zadı Kreml değilmirdi onda. Deməli Çarın sarayını tikən həmən Əliş bəy olmalıdır. Şamaxılı. Bəli. 1500 adam işləyirmiş təkcə Kremlin tikilməyində. Bu 1500 adamın tikdiyi Kreml başa çatanda bunu başını kəsirlər ki başqa yerdə də tikərlər. Doğrudan da bu öləndən sonra Kremlin yanında da bastırıblar Kərimlidir. O yoxdur ustada. K-R Əyidə yazıblar. İndiyə kimi qəbri oradadır. L-miyak qıznaqdır da. Kreml qəbri də oradadır. Kreml sözü ümumiyyətlə buna... Kərimlinin? O bizim Zeynalabdin Tağıyev. Niye Pakistan bizi çok istəyir qardaş? Pakistan... Niye göre? Siz bunu bilmirsiniz sen. Qadan alım. Pakistan dövləti aprel döyüşlərində 100.000 qoşun hazır və əlində də tüfəngləri deyir biz gedirik. Onu bilirəm. Onu bilirsən. Niyə? Bax o niyəsini bilmirəm. Aha. Bax Sovet dövləti gəlməmişdən əvvəl Pakistanda virus xəstəliyi düşür, hamısı qırılırmış. Bu eşidir ki, həmən Zeynalabdin Tağıyev orada müsəlmanlar qırılır. O öz pulundan vaksin alır və pulsuz onlara göndərir. Aha. Və onların hamısının yaşaması təmin olunur. Və onlar dərsliyə çalıblar, orta məktəbin dərsliyinə. Bu Kreml Məhəmməd nağıllı sallanatan, mən nağıllara, romanlara, povestlərə inanmıram. Bu həqiqətdir, bu həqiqəti yazsın ki, Kreml tikən mənim Azərbaycanımdır. Olmaz mı orta məktəb kitabına salsınlar? Onlar olmaz. Onlar təbii ki, onlar yoxu lazımdır. Bəli, lazımdır. Bax, onlar, yəni Pakistanlılar orta məktəb kitabından oxuyur, bütün orta məktəbi hamısı oxuyur da, hamısı Zeynalabdin Tağıyevi tanıyır ki, Azərbaycanlıdır bura. Özdə Azərbaycanı, amma sən biləsən, Azərbaycanın suverenliyini birinci qəbul edən Pakistanlılar olur. Sən onu bilirsən. Amma bizim orta məktəbdə bu tədris olunur mu bu fakt? Yox. Nerede sen? Benim karnımın içi yaradı. Niye yaradı benim için bilirsen? Bunlar var, bu New York dalgası. Biz gururlu bir halkız ama gururumuzu sındırırlar çok bizim bazı memurlar. Sındırmayak da.